2 manat 50 qəpikdən. Şey 50-dən. 2.50-dən. Toplu aldıqda isə endirim olmur. İndirim olur. Dörd ayaqlar başlayır ən xırdası 2 manatdan, 2-3 manat, 3 manatdan. 3 manatdan gəlir. Ta 2 manat. qaşıqlar var, sonra belə lapatkalar var, böyük qaşıqlar var. Ələklər 2 manatdan başlayır. Ölçüyə görə dəyişir. Ən kiçik 2 manatdır. Hə. Ən kiçik 20 Demək. 30 manata 40 manata bulardı, 45 manat. 40-45 manata 45 böyük manat, qazanlardır, saxsı qazanlardır. 2 manat. Ən kiçiyi, ən ucuzu 25. 25 manat gəlir, hə. Hə, 25 manatdan başlayır. Baxın, ən kiçik ölçüsü 80 manata kimi. 20-25 ildir bu fəaliyyət göstərir. bu sektorda 20-25 il varsınız. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplantısı mağaza. Ötən dəfə Instagramda qısa olaraq anonsunu paylaşmışdıq. İndi isə detallı videosunu çəkməyə gəlmişik ki, çünki izləyicilərdən çox istəyənlər oldu. Çünki sorğu vermişdik. Detallı video olsun ya yox. Detallı video olduğu istədiklərinə görə detallı video çəkib göstəririk. Burada adından göründüyü kimi masallı məhsullar mağazasında əsasən kənd həyatında istifadə olunan məhsullardır. Dörd ayaqdır, saxsı qablardır, sonra kötüklərdir, oxluqlardır, taxtadan digər ev əşyalarıdır, sacılardır və s. kimi həm restoranlarda, həm bağ evlərində, həmçinin şəxsi istifadə üçün lazım olan əşyalardır ki, inşallah irəliləyən dəqiqələrdən sizə ətraflı məlumat göstərəcəyik. Mağaza əməkdaşı da Tağı bəy də buradadır, xoş gördük. Çox sağ olun ki, vaxt ayırdınız bizə detallı video çəkməyə imkan yaratdınız. Ötənkidəki videomuz çox bəyəni gördü. İnşallah bu videoda ümid edirik ki, daha yaxşı alınar. Bəli. Mağaza neçə ildir? Qısa olaraq bir mağaza haqqında məlumat verək, ondan sonra keçək məhsullarımızı göstərək. 20-25 ildir bu fəaliyyət göstərir. Bu sektorda 20-25 ildir varsınız, amma Abşeron Ticarət Mərkəzində 6 aydır demək olar ki, Dekabrdan. Dekabrdan başlamış. Açılışıdır. Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisində 2 ünvanda fəaliyyət göstərirlər. Biz hal-hazırda olduğumuz ünvan yerləşir Abşeron Mall ərazisi, Korpus 12, mağaza 9. Bu mağaza adı masallı məhsulları. Bu həmin mağaza daha genişdir, daha çox çeşidlə fəaliyyət göstərir ki, inşallah irəliyə keçək, məlumat verək. Keçmədən öncə bunlar haqqında qısa qiymət, bunlardan yoxsa içəridə var? Var, içəridə var. Ümumi olaraq yenə də burada görürsünüz, saxsıdan müxtəlif ölçülərdə qablardır. Yemək bişirmək üçün daha başqa nə kimi istifadə etmək olur? Dipçək olaraq istifadə olunur. Gül zat. Gül dipçəyi kimi istifadə edə bilərsiniz. O da nehrədir. Nehrə. Qiymət olaraq minimum başlayır bu qablar neçədən? Bunlar 60 manat. Böyük həcmlər 40-50-60 manat arası dəyişir. Xırda qablar, ən xırdaları var içəridə. Onlar neçədən başlayır? Onlar 4 manatdan. 4? Piti qablar. Ən baladır. Piti qabları 4 manat. Sonra ondan biraz balaca qatıq qabları var. 2.50-dən. 2.50-dən qatıq qablardır. Kötüklər isə, baxın bu kötükləri, indi qarşıdan Novruz gəlir. Novruz bayramında da üzərində 4 manatdır. 4 manatdan başlayır. Bu ölçülər nəzikliyinə görə, ölçüsünə görə dəyişir. Üzərindən nə bilim. Bursa 20 manatdan, 25 manat. Burada isə daha iri olan çeşidləri var, qalın. Bu artıq ət taxtası kimi və s. kimi istifadə olunur. 25 manatdan. Bunlar 20-25 manatdan başlayaraq dəyişir. Daha sonra səbətlər də var. İnşallah keçək içəridə. Uzatmadan ümumi olaraq mağazanın içərisi ilə tanış eləyək, məhsullarla tanış eləyək. Gördüyünüz kimi mağaza demək olar ki, əsasən saxsı qablardır, daha sonra isə səbətlərdir, daha sonra isə zəmbillər, taxta və zəmbil çeşidlərdir. Həmçinin də sac, şiş, digər dəmir çeşidləri də var. Həmçinin saxsıdan su qablarıdır və s. İndi inşallah girişdən sağdan başlayaq, hə Tağı əmi? Bəli. Girişdən sağdan başlayaq bir-bir. Mən sizdən nümunə olaraq qiymətlərini də soruşum, neçədən başlayır? Onlar da izləyicilər çatdıraq ki, kimlər ki axtarırdı, birinci. Masallıda istehsal olunur, əksər məhsullar, bəzi məhsullar da var ki, Gürcüstandan, daha sonra hardan? Türkiyədən gəlir, Ukraynadan gəlir. Türkiyə, Ukrayna, Gürcüstandan ithal olunur. Amma əsasən isə taxtadır, digər saxsı qablar isə masallıda istehsal masallıdandır. Şişlər 2 manatdır. Hansı? Ədədi 2 manatdır şişlər. Bunlar nə şişidir? Oxluq şişdir, oxluq. Baxın, belə uzun oxlu çeşidlərdir. Haradasa 70-80 sm. Ələklər 2 manat, ələklər.
Ələklər 2 manatdan başlayır. Ölçüyə görə dəyişir. Ən kiçiyi 2 manatdır. Hə. Ən kiçiyi 2 manatdır. Pərakəndə 3 satış manatdan, qiyməti. Toplu sayda alış eləmək istəsəniz, bunlar 20 manatdan. endirim eləyirlər. Ukraynadan gəlir. Bunlar 20 manatdır, Ukrayna istehsalıdır. Yuxarıda kiçik ölçüləri var. 15 manatlı da var balacalar. 15-ə də var. Daha sonra zəmbil çeşidlərində ən kiçik ölçüsü neçədən başlayır? Ən xırda. Orada dekorativ də var, lap belə balaca. Bu orta ölçülər bunlardır, onun üstündəkilərdir. Onlar neçədəndir? 40 manatdan gəlir 10 manata kimi. Balacalar 2 manat xırdalar. 2 manat, 3 manatdan başlayır, xırda, dekorativ olsa, böyük 40 manata qədər 40 olan, manata kimi. daha böyük həcmdə olan çeşidlər də var. Daha sonra isə burada saxsı qablarda bunlardan da görsədə bir neçəsi. Sandıq da var, sandıq. Demək, restoranlarda, Gürcü mətbəxlərində, yerli milli mətbəxlərdə istifadə olunur. Daha çox yəqin görürsünüz. Bunlar da dərinliyinə görə, daha sonra ölçüsünə görə qiyməti dəyişəcək. Baxın, stok olaraq paçkalarla var. Bunlar Türkiyə istehsalıdır yəqin. Bunlar Türkiyə istehsalı olan saxsı qablardır. Burada baxın belə biraz daha iri həcmli, biraz dayaz. Daha sonra şirniyyatlarda da istifadə, sütlac və s. kimi şirniyyatlarda da istifadə olunur. Çömçə, doğu qarışdırma zat. Bunların qiyməti neçədən başlayır deyək? İmkan varsa əgər. Bunların biri 3 manatdan. Xırdalar 3 manatdan. Paçkası 8 manatdır, paçka. Paçkası 8 manatdır. Hə. Paçkada neçə ədəddir? 6 dənə. 6 ədəd. 6 ədədi 8 manat. Biri onda düşür 1 manat 50 qəpik. Biri düşür 1 manat 50 qəpik. Dəqiq. Yox, onu deyir, balacalar deyir. Hə, balacalar. Balacalar 1 manat 50 qəpikdən başlayır. Bunlar böyüdür, böyülər 3, 50, 4 manat dəyişir. Daha sonra taxta məhsullardır. Taxta məhsullarına baxın, belə sunumluqlar var. Kabab və s. kimi məhsullar üçün. Bunlar 10 manatdır, böyük ölçülər. Balacalar 5 manata var, 6 manat. 4, 5, 6 manat ölçüyə görə dəyişir. Dəyişir. Çoxlu sayda əldə edəndə yaxşı da 2 manat. endirim olur. 2 manatdan 5 manata kimi. 2 manatdan başlayır taxta. O 2 manat. Qaşıqlar var, sonra belə lapatkalar var, böyük qaşıqlar var. Baxın belə var. Cürbəcür qiymət. 2 manatdan başlayır. Sonra 4 ayaqların da burada ilə xırda ölçüləri, baxın belə dekorativ, qarşıdan Novruz bayramı gəlir. Bunlar 3 manatdan 4 manat. 3 manatdan başlayır. Ən xırda. Bu neçədir məsəl üçün? Bu 4 manat. Dəqiq. Yox 3 manat. 3 manat. 4 manat. Baha olar buna. 3 manat. 3 manat. Böylədir. Çox əldə eləsəz aşağı olur, endirim olur. Daha sonra burada da sağ tərəfdə saxsı qabları görürsünüz. Yenə piti qablardır. Bunlar masallı istehsalıdır. Yenə də Gürcü istehsalı olan da var. 2.50-dən biri, 2.50-dən biri. 2 manat 50 qəpikdən. 2.50-dən. 2.50-dən. Toplu aldıqda isə endirim olur. Endirim olur. Endirim olur. Bunlarda fərqli növləri var. Belə düz formada olan çeşidi var. Belə ovalni fərqli çeşidləri var. Bunların ölçüləri olur, yoxsa elə bir ölçüdür? Həcm olaraq 350-400 milli tutur. Tutur, mata bulardı 45 manat. 40-45 manat böyük qazanlardır, saxsı qazanlardır. Xırdaları getdikcə qiymət dəyişir. Daha sonra yenə də burada fərqli saxsı qablardır, doğrama taxtalardır. Bunların kiçik ölçüləri 2 manatdır belə. Belələri var 3 manatdır. 3 manat 50 qəpiyə. Və olardı. Belələr var, daha iriləri var. Daha sonra bal bunlar 14 manatdır belə. Əzmət üçün istifadə olunan belə döymə taxtaları var. Bunlar nə üçündür? Onlar xəmrəzəndir. Onlar 5 manat. Xəmrəzənlər də baxın bu formada. Qiymət 5 manat. Daha sonra burada fərqli yenə saxsı stəkanlar var. Onlar 10 manatdır. Qapaqlı. Qapaqlı piti qabları 10 manatdır. Stəkanlar var. Bunlar yəqin 3-4 manat civarında. Sonra belə qablar var, yenə də restoranlarda ən çox rast 4 manat, 5 manat. 4-5 manat. Onlar 30 manat, 40 manat. 30 manat, 40 manat fərqli ölçüləri var. Ölçüləri yenə almaq istəyənlər mağazaya yaxınlaşıb rahat şəkildə dəqiq qiymətini öyrənə bilər. 15 manatdan gəlir 6 manata kimi. Orada balacalar 3 manat 50 qəpiyə. 15 manata böyük, daha böyük ölçü. Bunlar ən çox nədə istifadə olunur? Yuxa üçün, yuxa üçün. Yuxa, yayma, 4 ayaq əvəzi. Qoyacam üstə. 4 ayaq əvəzi əyaqsız vəziyyətdə olandır. Burada da 4 ayaq çeşidlərdir. 4 ayaq çeşidlərində yenə fərqli ölçüdə olan çeşidlər var. 4 ayaqlar başlayır da ən xırdası 2 manatdan, 2-3 manat, 3 manatdan gəlir. Ta böyük
15 80 manata kimi. sm, 90 sm diametrə qədər olan çeşidləri var 12 manata ki, kimi, 12 manata qədər. 12, 13, 15 manata qədər olan olur. çeşidləri var. Daha sonra burada belə fərqli yenə yayma üçün istifadə olunan bunların oxlovları da var, nəzid, belə. Daha sonra doğrama taxtalarının belə Onlar 10 manatdan gəlir. 15 manata fərqli kimi. ölçülərdə yenə burada çeşidləri var. Arxa kadrlarda mümkün qədər göstərməyə çalışacağıq. Həmçinin nəziliyinə görə də çeşidləri var, qalınlığı, eləcə də ümumi ölçülərində. Daha sonra sağ tərəfdə burada kiçik, yenə restoranlarda rast gəldiyimiz qatıq qaplar, əsasən qatıq. 2.50-dən 2 manat 50 qəpikdən. 2 manat 50 qəpikdən standart olaraq fərqli rəng tonlarına görə çeşidləri var. Baxın belə üzəri laklı olan çeşidi də var, mat olan çeşidi də var, adi saxsı kimi fərqi özünüz də buradan görə bilərsiniz. Daha sonra yenə piti qablarının həmən şişlər çeşidlərindən. Üç Daha manatdan- sonra mağazada bir sıra dəmirdən yenə də həm bağ evlərində, həm kamplarda, nə bilim, təbiət qoynunda istifadə edə biləcəyiniz dəmir yemək bişirmək üçün 20 manatdan 15 manata kimi. 10 Sac yeməklər, manata, sac 15 yemək. manata fərqli çeşidləri var. Daha sonra burada şişlərdir. Şişlər neçədən başlayır? Ən ucuz çeşidi 3 manatdan 2 manata kimi. 3 manatdan. 1.50-yə də var. 1.50-yə də olan çeşidi var. 2 manat, 3 manat. Keyfiyyətinə görə dəyişir. Tütkeş çeşidləri, 3 bunların manat xırda deyil. ölçüləri də var. Bunlar 1.50. 1.50-yə odur. 3 manata bu nə yaxşıdır? Dəqiq 3 manat. 4 manata belə. 3-4 manatdan 1.50-dən başlayır, 1.50, fərqli ölçüləri var. Sən bura bankrot eləməsən yaxşıdır. Daha sonra sağ tərəfdə kol ağacı. 1-2 manat, 3 manatdan 2 manat. Biri 3 manatdan 2 manata kimi. 2 manatdan 3 manata qədər fərqli çeşidləri var. Kilo burada zat. Daha sonra oxlovların da burada yenə fərqli çeşidləri var. 2 manatdan, 3 manatdan. 1 manat. Qiymətə olan çeşidlər də var, nəzik. 1 manatdan. Daha sonra uzun çeşidlər də var. Cürbəcür şey var. Qiymətlər. Qiymətlər də müxtəlifdir. Belə beşik çeşidləri var. Uşaqlar üçün dekorativ istifadə olunur. Balacalar 8 manat. Böyükləri bəs bunların böyük çeşidləri də var idi. Bu 50 manatdır. Bu lap böyükdür. Uşaq üçün də uşaq qoyursan. Qədimdə uşaq onu qoyurdular. Daha sonra belə yenə də süpürgə çeşidlərdir. 3 manatdan. Yuxarıda səbət çeşidlərini görürsüz. Fərqli ölçülərdə olan, bayaq dediyimiz kimi 2-3 manatdan başlayır. Ən xırda dekorativ formada olan, ölçüdə olan çeşidləri getdikcə böyüyür, ta ki böyük həmən Gəncə səbəti, sonra Naxçıvan səbəti və s. kimi məhsulların şeyində görmüsünüz. Manqal 25 manatdan 60 manata kimi. Manqallar. Manqalları zəhmət olmasa çəkək. 25 manat. Ən kiçiyi, ən ucuzu 25. 25 manat gəlir. 25 manatdan başlayır. Baxın, ən kiçik ölçüsü 80 manata kimi. 80 manata qədər fərqli ölçülər var. 40 manat, 30 manat. Fərqli ölçülər var. Saç çeşidlərdə 15, 20, 25, 30 və s. fərqlidir. Bunlar da 4 manatdan. Bunlar pitin altı üçündür, yoxsa? Çaynik qoyma piti, ondan qazan altı, qazın üstünə. Qaz üstü belə dəmirlər var. 3 manat odur. 4 manata budur. 2 manata balacalar. Ən kiçik ölçüsü 2 manatdan başlayır. 4 manata qədər olan ölçüsünə görə bunun üzərində yenə də həm saxsı piti qabı zadı yox. Piti qabları və s. həm çaynik dəm almaya, qazan dəm almada və s. kimi baxanlar özləri biləcəklər. Daha sonra taxtadan belə asılqan çeşidlər var orada. Onlar 15 manatdan 10 manata kimi. Fərqli çeşidləri var. Sonra burada bişirmək üçün bunların adı nə gedir? Zəhmət olmasa bunu da göstərək. Bunlar da yenə çöldə, həyət evlərində istifadə olunur. Sac yeməyi, həm kömürdən, həm qazdan. Sac atdığı. Bunlar da 25 manat, 30 manat. 25-30 manat. Daha sonra belə sandıqlar var. Sandıqlarımızın ən kiçik, burada bir ölçüsü var, onu da göstərin. Belə ən kiçik dekorativ ölçüsü var. Neçədən başlayırdı bu? 20 manatdan gəlir. 20 manatdan başlayır. Ən kiçik ölçüsü gəlir. Baxın, getdikcə böyüyür. Sağ tərəfdə digərdə 40 manat, 50 manat. 80 manat.
Baxın, 60. zəhmət olmasa göstərək. 80 manata qədər olan çeşidlər var. Ölçü böyüdükcə qiymət də mütənasib olaraq dəyişir. Daha sonra Kötüklər də 25 manatdan. kötük və bunun adına təndir. Təndir 100 çeşidi. manat. Təndir 100 manat. Təndirlər 100 manat. Standart hamısı 100 manatdır. Restoran kötüyü var 150 manat. 200 manatdır bunlar. Güzel. Kötüklər də yenə ət doğramasında, qəssablarda, restoranların istifadə elədiyi. Bunlar 25'dir. Bunlar 150-200 manat. Böyük kötüklər. 20-25 manatdan başlayır. Ölçüyə görə qiymət yenə dəyişəcək. Təndirlər də qeyd elədiyimiz kimi 100 manatdır təndir çeşidləri. Və burada da bir qism yenə qaldı. Onu da göstərib inşallah yekunlaşdıraq. Burada bu tərəfdən gəldi, bu tərəfdə olan çeşidlər qaldı. Zəhmət olmasa buradan da göstərib. Baxın, burada yenə közdə və s. istifadə olunan dəmirlərdir. Belə atdıqlar var, setkalar var. Üzərində yemək, hər hansı bir yemək bişirilində istifadə olunur. Saxsı çeşidlərinin burada çörək qopardandır təndirdən. Miniatür burada belə kasalar var. Xırda. Bunlar neçədəmi? Maraqlı belə dekor işləri görənlər. 1-2 manat. Onu dəqiqləşdirərik qiymətini olmasa. Daha sonra yenə də fərqli ölçülərdə olan baxın belə. Bunlar 10 manatdır mən. Bunlar 10 manatdır. Belə böyük çeşidlər var. Burada belə saxsıdan. Bunlar 15 manatdan, bunlar 15 manat. Balcaları 12 manat. Qapağı ilə bir yerdə. Qapağı ilə 15 manat. 15 manat. 5 nəfərlik piti qabı altına. 5 nəfərlik piti qabı. Sonra belə sunumluq yenə. Onlar 4 manat deyir. Türkiyə istehsalı 4 manat. Bunun da içində yenə yemək zat. Hansı bir yemək bişirməndə istifadə olunur. Bunlar da Gürcüstandır. Qaralar Gürcüstan istehsalıdır. Burada da yenə saxsı, sütlac və s. kimi, dolma və s. yeməklərdə təqdim edirlər restoranlarda. Daha sonra burada boşqab formasında olan çeşidlər də var. Boşqabların qiymətini bilirik. Aşağıdakı biləm, aşağıdakı 10 manatdır. Bunlar. Bu qapaqlı. Qapaqlı ilə bir də 10 manatdır. 10 manat. Bu da yenə piti qabı kimi digər yeməklərdə. O sadə piti 10 manat o da qapaq. Aşağıda. Daha sonra nəyimiz var? Belə stəkanlar var. Bunlar da yəqin 5 manat. 5 manat. 4-5 manat civarında dəyişir. Burada da öncəki fərqli yenə həmən o da şeydir. Qablar var. Yenə də sualı olan, qiymətlərlə bağlı dəqiqləşdirmə aparmaq istəyənlər, topdan almaq istəyənlər, restoranlar qeyd etdiyimiz əlaqə nömrələrlə əlaqə saxlaya bilər. Mağaza ünvanı təkrar olaraq qeyd edirik ki, mağaza yerləşir. Bu olduğumuz topdan mağaza yerləşir. Abşeron Mall ərazisi korpus 12, mağaza nömrəsi 9, mağaza əməkdaşı Tağıl dayı sizə nə lazımdırsa bununla bağlı dəstək verəcək, kömək edəcək məhsulların seçimində, qiymətləri ilə və s. ilə bağlı. Hamı razı qalacaq, hamı. Hamı Tağıl dayını sevdi bizim anons videosundan. İnşallah Tağıl dayı da nə köməkli lazımdırsa sizə bununla bağlı kömək eləyəcəm. Kömək göstərməyə hazırdır inşallah. Əlaqə nömrəsinə Tağıl dayının da əlaqə nömrəsini qeyd eləyəcəyik. Digər əlaqə nömrələrini də qeyd eləyəcəyik inşallah. Kimlərin sualı olarsa, yenə gəlməkdə çətinlik olarsa əlaqə saxlayıb dəstək kömək ala bilər. Ümid edirik ki, kimlər ki istəyirdi bunların detallı çəkək, onlar üçün faydalı oldu. Yenə də bu çeşid məhsulların, taxta məhsulları, həsir məhsullar, saxsı qablar məhsullar sizə lazımdırsa, restoranınız varsa, dostunuz, ətrafınızda bu kimi məhsullar istifadə edən soruşanlar olarsa bu videonu da həmin şəxslərə göndərin ki, əgər tanımırlarsa onlar da bu toptancı mağazadan tanısınlar. Toplu alışlar zamanı daha uyğun qiymətlər, topdan qiymətlər təklif olunur. Kanalımıza abunə olmağı, videonu bəyənməyi unutmayın ki, növbəti videolarda sizin qarşınıza çıxsın. Daha çox toptancı tanımaq üçünsə mütləq kanalımıza abunə olun. İzlədiyiniz üçün təşəkkürlər.